Xəbər verdiyimiz kimi Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Ali Məclisində maliyyə yoxlaması aparıb. Yoxlamalar zamanı ciddi maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, Ali Məclis əsassız mükafatlandırma, xərcləri şişirtməklə ciddi xətalara yol verib. Bunun ardınca Tribuna AS saytında maraqlı məlumat paylaşıb. Məlumatda qeyd olunur ki, bugün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvlərinin maaşları açıqlanıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının statusu haqqında qanunda dəyişiklik edilib və aprelin 21-də bu dəyişikliyi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov təsdiqləyib. Dəyişikliyə əsasən Ali Məclisin sədri artıq 3330 deyil, 15000 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Bundan əlavə Ali Məclis sədrinin birinci müavini 13000, Ali Məclis sədrinin müavini 12000, Ali Məclisin komitə sədri 9000, Ali Məclisin komitə sədrinin müavini 8000, Ali Məclisin deputatları isə 7000 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.